Və həmçinin İmam Şafi rahimehullah. İmam Şafi rahimehullah, Muhammed ibn İdris Əş-Şafii rahimehullah, yəni bu böyük, bu əzəmətli imam, yəni ondan bu barədə məzhəbə təqlid etməyin və təqlidçiliyin qınanılması barəsində olduqca çox sözlər var. Və onun tabiçiləri və onun tələbələri və onun ardınca gedənlər onun sözünə əməl etməkdə insanları ötüb keçmişdilər. Yəni onun tabiçiləri sünnəyə tabi olmaqda daha üstün, daha öndə olan kimsələr idilər. Və İmam Şafi rahimehullah deyərdi ki: "Mə min əhədin illə və təzhəbu alayhi sunnetun li Rasulillah sallallahu aleyhi və səlləm və ta'zubu anhu fəməhmə qultu min qawlin əv asaltu min aslin fihi an Rasulillah sallallahu aleyhi və səlləm xilafu mə qultu fəl-qawlu mə qalə Rasulullah və huvə qawli." İmam Şafi rahimehullah deyərdi ki, əgər sizə Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisi gəlib çatarsa, yəni bir kimsəyə Peyğəmbər sallallahu aleyhi və səlləm bir sünnəti gəlib çatarsa və o ondan üz döndərərsə və mənim sözüm nə olursa olsun, o Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünü götürsün. Əgər mənim dediyim söz və yaxud da ki, mənim qoyduğum hər hansısa bir fikir Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə müxalif olarsa, bu zaman üstün olan Peyğəmbər sallallahu aleyhi və səlləmin sözüdür. Və elə o da mənim məzhəbimdir. Və o da mənim sözümdür. Və həmçinin İmam Şafi rahimehullah deyərdi ki: "Əcmə'al muslimun alə ənə mən istəbənə ləhu sünnətun an Rasulillahi sallallahu aleyhi və səlləm ləm yəhillu ləhu ən yədə'hə li qavli əhədin." Deyərdi ki, müsəlmanlar icma ediblər ki, əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin bir sünnəti bizə bəyan olarsa, bizə gəlib çatarsa, yəni onu bir kimsənin sözünə görə tərk etmək halal deyil. Yəni əgər Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir sünnəsi bizə gəlib çatıbsa, hər hansısa bir əməldir və ya sözdür və ya duadır və ya zikirdir, başqa bir kimsənin sözünə görə həmin sünnəni tərk etmək halal deyil. Və deyir ki, alimlər demir, deyir ki, müsəlmanlar bunun üzərində icma ediblər. Müsəlmanlar bunun üzərində icma ediblər. Və həmçinin İmam Şafi rahimehullah deyərdi ki: "İzə vəcədtum fi kitabi xilafə sünnətə Rasulillah sallallahu aleyhi və səlləmə fəqulu bi sünnəti Rasulillah sallallahu aleyhi və səlləm və də'u mə qultu və fi rivayətin fəttəbi'uhə və lə təltəfitu ilə qavli əhədin." İmam Şafi rahimehullah deyərdi ki, əgər mənim kitabımda Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müxalif olan bir şey görsəniz, o zaman Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini götürün. Mənim sözümü isə tərk edin. Və siz Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olun və başqa heç bir kimsənin sözünə məhəl qoymayın. Və həmçinin İmam Şafi rahimehullah deyərdi ki, əgər hədis səhihdirsə, o mənim məzhəbimdir. Əgər hədis səhihdirsə, o mənim məzhəbimdir. Və İmam Şafi rahimehullah yenə başqa bir yerdə buyurur ki: "Kullu məsələtin sahha fihəl xabaru an Rasulillahi sallallahu aleyhi və səlləmə ində əhlin nəqli bi xilafi mə qultu fə ənə raciun anhə fi həyati və bə'də məməti." İmam Şafi rahimehullah deyərdi ki, hər bir məsələ, o məsələ ki, o məsələdə Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih bir hədis gəlib, hədis əhlindən səhih bir hədis gəlib çatıb və mən o məsələdə Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn hədisə müxalif olan bir söz demişəm, mən həyatımda və ölümümdən sonra mən o fikirdən qayıdıram. Yəni baxın, əgər deyir ki, bu məsələdə mənim sözüm Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih bir hədisinə müxalifdirsə, mən artıq bu fikrimdən, bu rəyimdən qayıdıram, tövbə edirəm. Və həmçinin İmam Şafi rahimehullah deyərdi ki: "İzə rəəytumuni aqulu qawlan və qad sahha anin nəbi sallallahu aleyhi və səlləmə xilafuhu fa'lamu ennə aqli qad zəhəb." Yəni baxın, bu böyük alimlərin, Allahdan qorxan, ibadət əhli olan və uca bir elmə sahib olan bu böyük alimlər. Yəni baxın, necə təvazükar yanaşırlar. Yəni bugünkü gün
insanlara məzhəbləri məcbur edənlər və məzhəblə getməyən kimsələri qınayanlar və məzhəblə getməyən kimsələrə sənin ibadətin qəbul olunmur deyən kimsələr. Yəni, baxın, İmam Şafi rahimehullah deyir ki, əgər mən bir söz desəm, bir fətva versəm, bir məsələ barəsində və görsəniz ki, mənim sözüm Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn səhih bir hədisə müxalifdir, bilin ki, mənim artıq ağlım gedib. Bilin ki, artıq mənim ağlım gedib. Yəni, baxın, hədis qarşısında, dəlil qarşısında böyük imamın təvəzzükarlığı. İmamlıq budur, elm budur, tabiçilik budur, alimlik budur. Bilin ki, artıq mənim ağlım gedib. Yəni, mən bu sözü Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə xilaf olan bu fətvanı, bu sözü demişəm və mənim artıq ağlım gedib, ağlım yerində deyil. Yəni, mənim sözümü qəbul etməyin. Və həmçinin İmam Şafi rahimullah deyərdi ki, mənim dediyim hər bir söz ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə müxalifdir, onun hədisinə müxalifdir və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi daha öncədir, mənə təqlid etməyin. Fələ tuqalliduni, mənə təqlid etməyindir. Və həmçinin İmam Şafi rahimullah deyərdi ki, kullu hadisin anin nəbi sallallahu aleyhi və səlləmə fəhuvə qavli və illəm təsmə'uhu minni. Deyərdi ki, bu böyük imam Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdiyiniz, sizə gəlib çatan hər bir hədis mənim sözümdür. Hətta onu məndən eşitməsəniz belə. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm sizə nəyi əmr edirsə, mən də sizə ona əmr edirəm. Yəni, bu da ki, bu böyük imamların haqq qarşısında olan, dəlil qarşısında olan təvəzzükarlığıdır. Və İmam Şafi rahimullahın bu gözəl sözlərini bizə Abdurrahman ibn Əbi Hatim rahimullah və həmçinin Əbul Qasim Səmərqandi və həmçinin Əbi Hafs Əl-Müəddəb və Əbu Nuaym Hilyə kitabında, İbn Asakir və digər alimlər bizə bu böyük alimin sözlərini, bu dəyərli sözlərini bizə nəql ediblər.